Müğənni Rəqsanə İsmailova bir neçə gündür ki, həbsdən çıxıb və bir video çəkib, onu həbsə attıran polis naziri Vilayət Eyvazovun olduğunu dolayısıyla etiraf edir. Xəbərə keçmədən öncə onu deyim ki, Azad Söz kanalının bağlanmasını arzulayanların arzularını gözündə qoyuram. Azad Söz və Tural Sadıqlı haradaydısa, indi də oradadır və fəaliyyətimiz davam edir. Müğənni Rəqsanənin həbsdən sonraki videosuna baxın. Allaha çox şükürlər olsun ki, mən azadlıqdayam. Və bugün azadlıqda olmağıma görə də bir vətəndaş olaraq bir daha cənab nazirimizə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm. Rəqsanə həbsdən azad olunmasına görə Vilayət Eyvazova təşəkkür edir. Mənim başım çıxmır. Rəqsanə Sabunçu rayon məhkəməsinin qərarı ilə həbsdən azad olundu. Məhkəmə Ədliyyə Nazirliyinə baxır. Hakimə də təşəkkür etmir. Prokurora da təşəkkür etmir. Çünki onu buraxdıran da polis sistemi Vilayət Eyvazov oldu. Necə ki tutturmuşdu. Axı Vilayət Eyvazovluq burada nə var? Deməli Rəqsanə özü də etiraf edir ki, onu tutturan da, buraxan da Vilayət Eyvazovdur. Və buraxıb deyir ki, çıx mənim adımı təmizə çıxart. Qalxıb desəydi ki, cənab prezidentə təşəkkür edirəm, ədalətli sistem yaradıb, dərd yeri adam başa düşərdi ki, yaltaqlıq edir. Əl-qərəz, mən Rəqsanənin həbsxanada olmasını istəmirəm. Və Vilayət Eyvazova da buradan çağırış edirəm ki, ayıbdır, cəmaatın evini əlindən almışsınız, geri qaytarın. Xəzər rayon polis idarəsinin rəisi Əli İbrahimovu cəzalandırın. Ayıbdır, belə polis sistemi olar. Xahiş edirəm bu videonu da bəyənin, paylaşın, hamı görsün.